Hər biri salamlarım kanalımıza və videomuza xoş gəlmisiniz. Başladan gördüyünüz ki, bugün TikTokda söyüşləri ilə məşhur olan o Baldi'nin videolarına reaksiya verəcəm. Baldi'dir, Osman Tuşdur, nə də adını tam bilmirəm, kim olduğunu da bilmirəm. Sadəcə TikTokda düzdür söyüşdü, süni intellektlə söyüşdü videolarını çox paylaşıblar onun. Yəni o süni intellektlə hazırlanıb hər bir videosu. Amma ki pis söyüşlərlə paylaşır. Mən söyüşsüzlərini tapmışam. Yəni ki maraqlı video olacaq. Like atıb kanala abunə olmağı yaddan çıxarmayın. Sizdən xahişim like. Ancaq like. Basın. İndidən like'ları like partlasın. Bir sözlə like uçsun. Yetim çox acımışam. Bu nə xətti keçdi ala? Yetim, elə mən də çox acımışam. Yetim. 1 manata dönər. Müntəti nə də la? Bu nə də? 1 manata dönər satırlar. Gəl gedək qarnımızı doyuraq. 1 manatlıq dönərin sonunu bilirəm nə olacaq. Yaxşı gedək. Axırını bilirəm. Yetim, qarnım çox pis ağrıdı. Elə mənim də. Dönərə baxa bir dənə ya. 1 manatlıq dönərin gününə baxın bir dənə. Süni intellekt dönəri deyəsə səhv salıb. Lahmacunla qarışdırıb. Bizə nə oldu yetim? Yetim. Sözə bax yazıblar. Promptu nətə yazıblarsa sözlər vergül falan düz qoymayıblar deyə qəribə səslənir. Bilmirəm yetim, axırıncı dəfə dönər yemişdik, sonra qarın ağrısından ölürdük. Yetim, biz intiqam almalıyıq o dönərxananın müdüründən. Yaxşı yetim, sağalıb sağalmaz gedərik intiqam almağa. Yetim, bəs indi... İntiqamı xəttkeşlə alacaqsan, hə? Şapalaq. Bu senin maman. Hə, Maman ilə fanfino eləyəcəyik. Fanfino nədir? Bu nə edir? O elçibilarına baxmaq istəmirəm. Keçdi o video reski. Burası Fanfino nədir bilmirəm də. Baldi, gəl gedək kəndə. Hə, yaxşı fikirdir, dur getdik. Kənddə sizdə qaqa başınıza dönüm, ərazidir, sahədir. Baldi, necə gedək? Maşınımız yoxdur. Aya, məndə pul var, gəl gedək. Əmi, mənə yaxşı maşın ver. Otur maşına, neighbor. Neighbor nədir la? Osman Tuş deyil onun adı. Neighbor nədir? 07 alıblar ha. Kababa zadaba. Gəl getdik kabab yeyək. Kola reklamı deyə promo. Ağzım sulandı ya dostlar. Kesənə bərəkət Baldi. Ben kola aldım. Mən deyir kola aldım. Niyə gülməlidir? Almısan, yaxşı eləmsən. Nə oldu? Baldi'nin dodaqlarına baxın elə bir şeydir. Yanaq deyirəm. Yanaq, dodağa yanaq deyəcəkdim. Elə bir pomada vurub. Bil. Elə yemədən nə olar? Acından ölürəm axı. Elşən sənin ağzını sevim. Elşən sənin ağzını sevşən sənin... Sevim deyir ha, sevim deyir. Elşən sənin ağzını sevim, elə deyir ha. Burada sapı şişmiyinə söyüş zadı yoxdur, yox. Elşən, bu video sırf sənə görədir. Sən Osman Tuş musun lan? Evet, ben Osman Tuş'um. Ha deyirəm də Osman Tuşdur bu. Oynan bir Osman Tuş, nan bir Osman Tuş. Xətkeşi əlindən atma. Deyirəm, maşına baxın necə minirlər. Kəlləmək Allah zat. Bir Osman Tuş. Təpəsi əldən getdi. Ron Tuş, nan bir Osman Tuş. Osman nan bir. Osmanla bir nə də la? Bunlar başqa açıb dostlar. iPhone-u zadıb əlində. Qaqaşın yazdığı statusa bax. Çörək bərəkətdir, bu nə hərəkətdir. Çörək bərəkətdir, o nə hərəkətdir. Düz yazıb da. Vilka qaşıq, bu nə danışıq. iPhone niyə sındırırsan ha? Şapala. Başına baxın, bir dənə tük sallanıb başından, utanmaz. Olmasa 10-40 qəşəng keçəl oldu, kəl oğlan. Ala poxvu ye, ala. Poxvu ye. Poxvu ye. Telefonun nə günahı var idi? Telefonu vurduğun yumruğu o status paylaşana vurardın. Ya da nə bilim at səssizə falan, at bloka. Dodaqlarına baxan yalan nə şirindir. Burnunu palçıqdan düzəldiblər. Qoca arvadarla tapıblar ha. Gecə paltarında zadda. Qaşay. Bal da arkada dəli oldu. Qaşay düzəldilir amma. Bu xoşuma gəldi. Vüsal stili. Yenə də vüsal stili. Necəsən qardaşım? Yaxşıyam. Neçə yaşın var? 21. Hardan gəlmisən qardaşım? Bakıdan. Hər şey soruşacaq ha, hər şey. Hara gedirsən? Ardını qoymayacağam. Ağzı açıq qaldısa bilirəm ki, çox bir şeylər olacaq. O eşitdiniz də özü bizdən demək istəyir. Bərbəraba nə günə qalıb? Getdim. Dostlar, səs vermələri arasında ən çox səsi Gəncə yığdığı üçün biz Gəncəyə gəlmişik və indi də Gəncə doğulmuşuq. Qubaya da gəl. Gəl Qubaya Quba alması ye. Tapsan eğer. Ala qaz ver, qorxma. Abala qaz ver, bu nə sürməkdir? Getdi qozanın tırkasına. Bunu mu istəyirdiniz? Ağızları açıq qalıb ha. Niyə görə açıq qalıb?
Baldidən çox pis söyüşlər eşitdiklərinə görə ağzı açıq qalıb. Ağızları açıq qalıb. İndiki qocalar belədir də, ancaq trika verirlər. Axırı pis çıxanda deyirlər ki, günah məndə deyil idi. Heç nə yolunda getmir. Evdəkilər bir yandan, müəllimə bir yandan. Görəsən axırım nə olacaq? Qardaşım, sənə bir söz deyəcəm. Çıxanda məni gözlə. Qardaşım, bu qızı tanıyırsan? Hə qardaşım, bizim sinifin böyründəki sinifdə oxuyan qızdır. Qardaşım, ondan xoşum gəlir, neçə vaxtı görərsizam. Allah hə, uzağı yox deyər, unudarsan gedən, özdə maşallah. Özdə maşallah nədir? O nə deməkdir? Baldi, atan dünyadan köçdü. Nə? Oy, Baldinin atası ölüb. Həqiqi deyirəm, belə şeylər görəndə kövrəlməyim gəlirdi. O mahnı olur orada. Mahnı mənə bir şey xatırladır. Əsl dost Osman Tuş kimi dost lazımdır bizə ki, nəsə olanda Allah eləməsin, əlini heç olmasa kürəyimizə qoymağı bacarsın. Zəng vuruldu, uşaq açsın dərs. Qardaşım, mən 3 aylıq gedirəm kəndə nənəmgilin yanına. Darıxacam axı sənin üçün qardaşım mənim. Can Radnoy, heç nə olmaz. Gəl gedək biraz maşın sürək, sonra mən gedim rayona. Yaxşı brat. Döşəksin. Maşın oğa zordur ya 3 ay sonra. Nə oldu görəsə 3 ay sonra çox maraqlı gəlir. Darıxmışdım Radnoyum. Məndə qardaşım nə var nə yox, vəziyyətin necədir? Şükür qardaşım, salamatçılıqdır. Baldı mənəm, Samira. Təcili yanıma gəl, kafedəyəm. Ardını gözləyirəm. Məni bura niyə çağırmısan? Sənə etdiklərimə görə üzr istəyirəm. Arxovandakı mahnıya baxın bir dənə. Yoxdur, problem deyil. İndi sənə deyirəm, sevgilim olarsan? Bilmirəm, mənə vaxt ver deyərəm, biraz məşğulam. Bu nə trip idi sən canım? Brat, indi atamın ölüm səbəbini necə öyrənək? Hə, atası ölmüşdü axı, ölüm səbəbini öyrənirlər. Gözdə bir şey fikirləşim. Ayda tapa bilməyəcəyik. Atavın iş yerini bilirsən? Hə, bilirəm. Dur getdik onda ora. Usta, atam burada necə ölüb? Baldi, atam burada işləyirdi, ayağı sürüşüb düşüb. Ay usta, necə olur elə şey? Aya, 40 ayaq Rüstəm hardadır? Bir həftə əvvəl işdən çıxıb. Qırxayaq Rüstəm nədir qaqa? Baldinin sifətinə bax qaqa, bu nə sifətdir? Aa, Baldi, necəsən? Sağ ol, qırxayaq əmi. Siz Qırxayaq bunun atası deyildi. Bu nə danışırlar? necəsiniz? Yaxşıyam, gəlin, keçin içəri. Yaxşı, qırxayaq əmi. Qapı açılmasını gördünüz? Çox qəribə idi. Nə təkrar baxın. Çox qəribə deyil, elə deyil. Qırxayaq əmi, atamın niyə öldüyünü siz bilirsiniz də yəqin. Hə, bu qırxayaq bunun atası deyilmiş. Sadəcə atasının necə öldüyünü bilən adamdır. Yəni belə deyim, atasının iş yoldaşı. Hə, yolda gedəndə ürəyi tutub ölüb. Nə? Necə yəni? Alo Baldı, tez gəl, arxama oğlan düşüb. Baldiyə bax hala. Of. Get ona anava de. Oy, bil canavar Baldi. Baldi tükü qırxıb desə alnından. Mutluluqlar. Baldi, bu videoya baxırsan sənə deyirəm ki, evlənəndə məni çağır toyva. Çağır gəlin vlog falan, nə istəyirsən çəkim orada. Alo, kimdir? Baldi, sənə heç maraqlı deyil, atan niyə rəhmətə gedib? Qardaşım, atamın ölüm səbəbini öyrənməliyəm. Səbirli ol, brat, biraz özüvə gəl, onun da vaxtı var. Qardaşım, istədiyin deyil sənin? Hə, odur, brat. Qızar deyə Baldisi razı. Brat, tam vaxtı, get danış gör nə olur. Səndən xoşum gəlir, mənə şans verə bilərsən? Sən güzgüdə özünə baxmısan heç? O siqaretə zada başladı ha, bu arada. Çox sel edir. Yox cavabını alan kimi belə cavab alan kimi düşürlər quruza başlayırlar siqaretə. Yəni siqaret qaqa, özünüzə gəlin, video falan çəkin, biraz özünüzü inkişaf elətdirin. Bax bu videoya like atmısan ha, bax görürəm. Sağ olun, özünüzdən müayid olun, gəlin görüşmək üzrə. Sevgili siz yaddan çıxarmayın.